Gəlmişəm, onların məşq prosesini izləyim, həm də balaca futbolçularımızla sizi yaxından tanış eləyim. Əsasən 2011-2012-ci il təvəllüdlü həvəskarlardan ibarət olan bu komanda sözün əsl mənasında futbolu ürəkdən sevən və gələcəkdə çox uğurlar əldə etmək istəyən balaca dostlarımızdan ibarətdir. O qədər ciddi və nəzarət altında məşq edirdilər ki, bir-bir bütün oyuncularla söhbət eləmək imkanı tapa bilmədim. Amma məşqin sonuna yaxın komandanın kapitanı Bayramov Tariyeldən müsahibə götürüb, bir kapitan və gələcəyin uğurlu futbolçusu kimi onun fikirlərini öyrənə bildim. Mənim 10 yaşım var, 5 yaşımdan futbola başlayıram. 3 ildir Zirə Futbol klubunda oynayıram. Həftədə 3 dəfə 1 saat yarım məşq edirik. Mən uşaqlar səhv eləyəndə onları başa sarıram. Gələcəkdə dünya kubokunu qaldırmaq istəyirəm. Komandanın məşqçisi Şükürov Şahinlə də söhbət elədik. O da öz oyunçuları və məşq prosesi ilə bağlı ən maraqlı detalları bizimlə bölüşdü. Özlərini kumir kimisə seçirlər. Bir çox hallarda özlərini onlara bənzətmək istəyirlər. Yəni daha çox o həvəslə gəlirlər. Və bunu da qeyd edeyim ki, gələrkən də hamısı da qol vurmaq istəyir və hamısı da hücumçu olmaq istəyir. Yeni qədəm qoyurlar, yəni biz istəyirik ki, bu başlanğıcı biz daha yaxşı, təməlini daha yaxşı qoyaq ki, yəni gələcəkdə böyük klublarımızda, Azərbaycan yığmasında və yaxud da ki, xaricdə bizi daha yaxşı təmsil eləsinlər. Futbol daha çox bəylərin hələ uşaq vaxtlarında həvəs göstərib, məhəllədə öz dostları ilə oynayaraq başladıkları bir idman sahəsidir. Ən yaxşısı isə bu həvəsi bir hədəfə çevirib irəli getməyi düşünməkdir. Mən də bu yolda addımlayan Zirə komandasının bütün az yaşlı oyunçularına hədəflərini reallaşdırmaları üçün bol-bol uğurlar arzu edirəm.